Şəkinin Xan Sarayı ilə burada olan şüşə zavodunun nə əlaqəsi var bilirsiniz? Şəkidə olan Xan Sarayında olan bütün şüşələr bildiyiniz kimi Muranodan gəlib və bura həmin o zavoddur. Şəki Xan Sarayının şüşələrinin hazırlandığı zavod buradır. Muranodan gəlib bildiyiniz kimi şüşələr 18-ci əsrdə və mən hal-hazırda Muranodayam və Murano sırf İtalyanın şüşə istehsal edən bir adasıdır. Çox bahalı, çox zəngin rənglərlə dolu bir şüşə istehsal edirlər. Bura həmin o zavoddur. Burada gördüyünüz kimi bu prosedurlar olur və o videolarda görürsünüz, üfürürlər, şüşə şişir və gözəl vazlar və s. istehsal olunur. Bu həmin oradır. He's teaching. Yeah, he's teaching her like to do it. Awesome. So you can create a demo shop and like İtalyanın Murano şəhərində, bu Venesiyanın düz yanındadır, adadır. Və buradan 18-ci əsrdə düz Şəkiyə qədər gəlib çatdırıblar. Əvəzində isə Şəkinin ipəyini alıblar. Şəkinin ipəyi ilə Muranonun şüşələri dəyişdiriş olunub və hal-hazırda Xan Sarayında gördüyünüz bütün şüşələr bu zavodda istehsal olunub.